Qərənfil şəhid qanı, ağla qərənfil ağla, ağla illət meydanı, ağla qərənfil ağla. Uzaq mənzil acı yol, yoldur yol əlacı yol, şəhidlərə bacı ol, ağla qərənfil ağla. Bu şeir uşaqlıqdan 90-cı ildən, hansı ki orta məktəblərdə bizə keçirilən bir şeirdir, qərənfil şeiridir. Allah cəm şəhidlərimizə rəhmət eləsin. 90-cı il 20 yanvar faciəsindən artıq 36 il keçir. Biz bunu unudası deyilik, bir ömür, yəni bizim ürəyimizdə olan bir yaradır. Onunla da beraber Xocavənd faciəsi 44 gündə olan şəhidlərimiz, Allah cəm şəhidlərimizə rəhmət eləsin, Allah onların məkanı cənnət eləsin, necə ki məkanları cənnətdir və Allah onların balalarına, ailələrinə səbir versin. Mənim bu videom məhz qərənfil günlədir. Ola bilsin bu videom kiməsə xoş gəlməz, hansısa gül monopoliyasına baxan insanlara, monopolistlərə xoş gəlməz, qıcıq yaranar, onlar da fikrini söyləyə bilər təbii ki. Qərənfil anlamı, yəni bu simvolik bir şeydir. Hansı ki bizim dövlət səviyyəli məsələlərdə, məsəl üçün şəhidlərimizin anım günündə, onlarla da beraber biz bugünkü gün öz əzizlərimizi ziyarət edəndə en azından bir 10 dənə də olsa bir qərənfil alırıq. Qərənfil anlamı nədir? Qərənfil anlamı odur ki, bir məsəl üçün biz ziyarət edirik hansısa bir qəbri, bir gül orada bir 10 gün çəkir onun qurumağı və 10 gün ərzində oradan keçənlər görsün ki, bu qəbir ziyarət olunur. Təbii ki, bu qərənfilin, o bəziləri deyir, Quran-ı Kərim oxumağın ölüyə bir xeyri yoxdur. Onun kimi də qərənfilin ölüyə bir xeyri yoxdur. Sadəcə, yenə deyirəm, simvolik bir məsələdir. Yəni, nə deyirəm, əziz xalqım? Bu qərənfillərə pullar tökülür. İstər dövlət səviyyəsində olan tədbirlərdə, istər digər məsələlərdə, istər şəxsi, yenə deyirəm, şəxsi öz ölülərimizi ziyarət edəndə pullar tökülür. Amma gözəl olar ki, bu şəhidlərimizi ananda, digər bir yəni ki, şəxsi ziyarətlərdə ağac əkək. Yəni bir qərənfil, 10 dənə qərənfil alsaq, bu da 70 qəpikdən belə deyək, bu 7 manat edir. 7 manata bugünkü gün kiminsə niyyətini tutub, hansısa bir şəhidlərimizə, hansısa bir əzizlərimizin niyyətini tutub bir ağac əkə bilərik. Bu daha gözəldir. Bu bugünkü gün dövlətimizə də, ölkəmizə də, ekologiyamıza da, xalqımıza da hardasa faydası var. Nəinki o qərənfilləri aparıb orada çürütmək, orada yağışın altında saxlamaq. Yəni bu vəsaitə başa gəlir. O çöldən yığılmır təbii ki, bu bənövşə deyil ki, çöldən yığasan, aparıb pulsuz, parasız aparıb tökəsən qəbirlərin üstündə. Yəni heç kimdə səhv başa düşməsin. Ola bilsin o insanları mən qəlbinə dəymiş olaram bu əməllərlə. Sadəcə mənim subyektiv fikrimdir. Yaxşı olar ki, şəhidlərimizin və yaxud da digər bir məsələlərdə ağac əkək və mən buna da əməl eləyirəm. Yəni bilənlər də bilir, mən şəhidlərimizin anım günündə ağac əkirəm. Zəfər günündə onların xatirinə ağac əkirəm. Aşura günü digərlərindən fərqli olaraq mən İmam Hüseyin xatirinə ağac əkirəm. Ulu öndərimizin xatirəsinə ağac əkirəm. Anamın xatirəsinə ağac əkirəm. Digər ölənlərimizin, dünyasını dəyişəndən xatirinə ağac əkirəm. Və bu gün məsəl üçün deyək ki, 20 yanvar faciəsi günü, yəni bugünkü tarixdə də deyək, sabahki tarixdə ən azı istər dövlət səviyyəli, istər belə fərdi şəxsə ən azı bir, belə deyək, bir 3 milyon adam ziyarətdə olur. Hərəsi də bir 10 qərənfil alır. Bu da gəlir eləyir 30 milyon qərənfil. 30 milyon qərənfilin bir həftədən sonra o zay olur. Yaxşı olar ki, 3 milyon şəxs gedib bir ağac əksə, təsəvvür edin, ölkədə hər il həm o gözəl bir əməldir, həm də ölkəmizdə ekologiyamız nə qədər artar. Yəni bu özəl günlərdə ağacın əkməyin ekologiyamıza nə qədər faydası var. Hər kəsin öz fikridir. Buradan da gül monopoliyasına baxanlar məndən inciməsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onsuz da zaten o gül satanlar elə ağac da satır. Yəni mən sizin biznesinizə, çörəyinizə bahis olmaq deyil məqsədim. Sadəcə bir təklif idi. Allah xalqımızı, dövlətimizi qorusun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Başınız sağ olsun Azərbaycan xalqı.